Heydər Əliyev Fondunun tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət Festivalı, Bakı Yaradıcı Həftə 2025-in açılış mərasimi keçirilib. Tədbirdə İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib. Mədəniyyət Naziri Adil Kərimli çıxışında bildirib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5000-dən çox ziyarətçinin gözlənildiyi bir tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə, inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək. Nazir tədbirin keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Rəsmi açılışdan sonra Mövlana Cəlaləddin Ruminin "Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol" kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi əməkdar artist Ateş Hub'ın təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir. Bədii proqramın növbəti hissəsində İbrahim Babayev, Pərviz Məmmədov və Vəfadar Ramizin müşayiəti ilə Azərbaycan milli rəqsi Yaylıq təqdim edilib. Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin Şuşa kompozisiyası olub. Musiqi əsərini Balaban ifaçısı Fəqan Ələskərlinin müşayiəti ilə müğənni Aysel səsləndirib. Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər. Qeyd edək ki, festival dekabrın 11-nədək davam edəcək.